Herkese kızlar salam, kanalıma hoş gəlmisiniz. Təzə bir vlog başlayıram. Rayondan gələndən sonra görürəm ki, evdə xırda miçeylər var. Evdə də buna qarşı heç bir dərman yoxdur. İnternetdə biraz oxudum və orada yazılmışdı ki, bir dənə dixlofos alırsan, bütöv evə səpirsən. 2 saatlıq gedirsən harasa, gələndən sonra hamısı yox olur. Amma gələndən sonra mütləq pəncərələri açmaq lazımdır və biraz havalanmam. Çünki özüm də boğula bilərəm. Təsəvvür edirsiniz, heç zavtraq eləməmişəm və eləməyə də həvəsim yoxdur, nədənsə istəmirəm. İlk öncə bu məsələni həll eləyim, sonra isə işləri görməyə başlayacağam. Həm də ki, dünən nəhayət ki, mən Temudan sifariş elədiyim paltar orqanayzerlər gəlib. Ona görə yay paltarları hamısını çıxardacağım. Qış paltarları isə onların içinə yığıb dəhlizə qoymaq planım var. Почти 10 manata belə bir şey var. Bu yalnız deyəsən karışqa və tarakan üçün. Bu daha münasibdir. Belə bir şey də var. Hər ehtimala qarşı ən böyüyünü və ən bahalısını aldım. İnşallah kömək eləyəcək. Vay bayırdakı hava dəhşətdir. Dəhşət küləkli hava var. Gəldim bura, Albinaçka burada yenə yaradır. Tvorogla gözəl bulkalar alınacaq. Tabii bizdə adət olur, hər videoda Albinaçkanı mütləq tərifləməliyəm. Amma hal-hazırda babat səbəb var. 9-cu sinifi bitirib hamısı da 5-nə. Həqiqətən halal olsun. Mən şəxsən bunu bacarmamışam. Amma həmişə məktəbdə yaxşı oxumağa çalışmışam. 9-dan çıxmır, ona görə hələ heç bir mükafat almır. Sadəcə fəxri fermandır, nəsə belə bir şey götürüb. Amma 11-ci sinifdə inşallah medaldır, nədir, nə verirlər. Deməli, dixlofosun üzərində yazılmışdı ki, 30 dəqiqə gözləməyə lazımdır. Mən fikirləşdim ki, 30 dəqiqədən çox olsa yaxşı olar, gəldim bura köməyə. Daha doğrusu Pərvanə dedi ki, sən də boş-boş oturma, gəl kömək elə. Bu arada qızlar, həmişəki kimi sizə bir xahişim olacaq. Mütləq mənim kanalıma abunə olun. 200 minə çatmağa az qalıb və çox istəyirəm ki, 100 min olaq. Düzdür, son zamanlar videolar az atıram. Yay olaraq biraz özümə otpust götürdüm. Qıraqdan insana çox asan gələ bilər video çəkməyə, amma əslində elə deyil. Şəxsən mən kontent yalnız keyfim super olanda yarada bilirəm. Əgər görürsünüz ki, dalbadal kanalımda videolar çıxır, deməli keyfim superdir. Amma məni onlayn formatında izləməyi istəyirsinizsə, mütləq Instagrama follow atın, orada gündəlik storiesləri çəkirəm. Hətta nəsə bir məhsul Temudan sifariş eləməkdən əvvəl sizinlə məsləhətləşirəm. Dünən axşam canlı yayım açmışdım, 500 insandan çox idim. Bir izləyicilərimin suallarını hamısını cavablandırdım. Hər videomda mütləq Albinaçkanı tərifləməliyəm. Bir dən baxın necə gözəl hazırlayıb çayını içirəm buradan. Bunu da hamısını doğradım. İndi evə gedə bilərəm. Temudan Pərvanəçka belə ayaqqabı sifariş eləyib, amma balaca olub. İndi özümə bəlkə götürdüm. 39'du. Amma formasını bəyəndim. Mən ümumiyyətlə kablukla çox da aram yoxdur. Amma təəssüf ki, mənə də böyükdür. Mən 37 geyinirəm. Utanmadan, çəkinmədən öz bardakı hər zaman sizə göstərirəm. Ürəyim sıxılmasın deyə YouTube'da bir maraqlı şey axtarıram, verdiyi saat. Temudan sifariş elədiyim bu ştakir də çox gözəldir. Həm videoları bunun üzərində çəkirəm, həm də ki, belə qoyub öz işlərimi görürəm. Evə girən kimi pəncərələri hamısını açdım. Tam olaraq otaqların havasını dəyişəndən sonra işlərimi görməyə başlayıram. Mənim kanalımda 2 dənə ən məşhur video var. Onlardan biri təmizlik videosudur. Reylərdə də tez-tez izləyicilər məndən xahiş edir ki, təmizlik videoların çox olsun. Mən də fikirləşdim, həm kuxnanı səliqəyə salaram, həm də ki, bugün əsas məsələ şkafımı yerbəyer eləyərəm. Çünki hal-hazırda bugünə qədər mənim şkafımda qış paltarlar asılıb. Dünən orqanayzerlərim gəlib və fikirləşdim, həm vlogumu çəkərəm, həm də ki, bu işləri görərəm. Bu arada mən Bakıya tək qayıtmışam. Twix və Mamiçka rayonda qaldılar. Heç düşünməzdim ki, heyvana bu qədər insan bağlana bilər. Ev çox darıxdırıcı və sıxıcı gəlir mənə. Ya harasa getməyə də həvəsim yoxdur. Ona görə qızlar fikirləşdim, həm ziyarət olsun, həm ticarət. Instagramda siz verdiyi sualları bir-bir cavablandıra, həm evləri yığışdırım, həm də ki, bu arada kontent yaradım. Əgər dünyaya bir də gəlsəm, nəyi dəyişərdim öz həyatımda?
başında. İlk öncə bunu deyim ki, YouTube-u daha tez başlayardım. Mən başlayanda 4-cü kursda oxuyurdum, amma əslində bəlkə də heç universitetə girməzdim, sırf bu işlə məşğul olardım. Çünki çox ürəyimcədim. Sleepy-nin salfetlərinə stolun üzərinə silirəm. Xırda ləkələr var idi, hamısı yox oldu. Ümumiyyətlə bir dəfə Sleepy-ni istifadə edəndən sonra o biri salfetkaları uşa görə bilmirəm mən. Heç sınamamsızsa qızlar mütləq sınayın. Misal üçün güzgülərimi hər zaman bu salfetkalarla silirəm, çünki iz buraxmır. Yəqin ki, şosda görmüsünüz. Maye sabun belə o da Sleepy-dəndir məndə. Və voila, qablar hamısı yuyuldu. Kaş ki həyatda da belə tez bir saniyə ərzində işlər hamısı görülmüş olardı. Evdə tək qalmaqdan ürəyim sıxıldı. Ona görə 1-2 günə qayıdıram obratna rayona. Əslində orada heç bir işim yoxdur. Sadəcə addım başı mənim gözüm orada kontent görür. Ona görə qayıdıram ora. Təəssüf ki qızlar, Qoxunada işimiz yarımçıq qaldı. Çünki su kəsildi. Nədənsə son zamanlar tez-tez belə hallar baş verir. Ona görə gəlin bu bağlamanı açaq. Bunları qızlar məncə məndən başqa bütöv Azərbaycan keçən il sifariş edib. Bunlar просто bir-birinin içindən çıxmır. Bayaqdandan əyləşmişəm. Heç bir cür bunları bir-birinin içindən çıxarda bilmirəm. Böyle bir ideyam var ki, bəlkə üstündən kipitok töküm. Plasmas biraz yumuşalsın və rahat çıxardım. Şükür qızlar, alındıra bildim. Hamısı eyni rəngdədir, sadəcə fərqli ölçülərdə. Hətta baxın, belə balacalar da var. Bunlar daha asan çıxır. Bunları mən elə keçən il sifariş eləmək istəyirdim, amma son sifariş zamanı çatdırılmasını elədilər 15 manat və mən fikrindən döndüm. İndi isə trend yolda 50 manatdan yuxarı sifarişlər üçün çatdırılma tamamilə pulsuzdur. Burada çoxdur əslində və bunlara hamısına mən desin 25 manat pul vermişəm. Suyumuz hələ də gəlməyib, amma eyb yoxdur. Sleepy-nin salfetləri var məndə. Bunlar ümumiyyətlə qida ilə təmasda olan salfetlərdir. Bunları orqanizmlər üçün istifadə edəcəm. Bunlarla isə hər şeyini siləcəm. Baxın, burada fərqli qablardadır. Kofedir, çaydır, hər şey. Bunlar hamısı eyni qablara yerləşdirmək istəyirəm. İnanırsınız qızlar, axşama qədər su gəlmədi və işlərim demək olar ki, yarımçıq qaldı. Və bilirəm ki, tək bizdə yox, vəbşə bütöv Bakıda su yox idi. Bu qızlar Sleepy-nin yeni super mətbəx salfetləridir. Sırf qida ilə təmas edən səhvlər üçün hazırlanır. Yəni ki, ərzaq qoyduğunuz hər bir səthin bunları təmizləyə bilərsiniz. Tərkibi tamamilə təbiidir. Bu salfetlərin içində nə qatqı, nə parfüm yoxdur. Ona görə ürək rahatlığı ilə istifadə edə bilərsiniz. Doğrama lövhəsi olsun, mətbəxi dəstgahı, soyuducu, hətta meyvələri də bu salfetkalarla silə bilərsiniz. Hətta mənim rəfiqəm öz körpə uşağının yemək masası yalnız bu salfetkalarla silir. Mən isə bu orqanizmlərin içini onlarla sildim. Bunları indi gördüm. Belə nakleykalar var. Üzərində də yazılıb ki, hansı vasitədir orqanizmin içində. Noxud nakleykasını götürdüm. Ortasına yapışdırıram. Əslində bunlar şəffafdır, yapışdırmaya da bilərsiniz. Amma mən yapışdıracağım. Götürürük noxudu. Evdə bizdə bunların şüşədən olanları da var. Amma mama iminoplastik istəmişdim. Bu böyük kofini alanda mama mənə dedi ki, bunu necə içib qutaracaq. İndi baxın nə qədər qalıbsam. Təbii ki, hər dəfə şkafdan bunu çıxartmaq qəliz məsələdir. Təklif edirəm ki, gəlin bu orqanizmə yerləşdirək bir qədər. Burada qahvə nakleykası da var.
Ümumiyyətlə mən Temuda görmüşdüm ki, belə nakleykaların başqa tipləri də var. Əgər açıq rəngdə istəyirsinizsə, oradan sifariş edə bilərsiniz. Cəmi 2 manatadır. Həm bunu tökəcəm, həm də ki, bunun içindəki. Düzdür qızlar, hamısı tam yerləşmədi, amma bu upakovka daha germetik olacaq. Necə gözəl kip bağlanır. Mexəkimiz lap azdır. Həm yaşıl, həm adi çayımız demək olar ki, bitib. Amma yenə də bunlar üçün böyük orqanayzer götürürəm. Çünki alandan sonra dolduracağam. Sleepy'nin salfetka ilə şkafın içini silirəm. Ümumiyyətlə evdə su olmadan hansı işləri görmək olursa hamısını bugün gördüm. Amma əslində planlaşdırırdım daha uzun video çəkməyi sizin üçün. Evdə nə qədər iş varsa hamısını görüb videonun sonunda sizə göstərmək istəyirdim necə gözəl təmiz ev alındı. Hələ ki yeyə bilməsəm də yenə də pastelimi dəyişirəm. Ev işlərinin arasında ən sevmədiyim budur. Yorğana örtülü taxmaq mənə görə ən bezdirici odur. Buradakı son duruma bir dənə diqqət yetirin. Qızlar, paltarları hamısını attım yerə. Yer təmizdir, rahat olmayın. İndi bir-bir yer eləyəcəm. Yay paltarları hamısını bura asacağam. Qış paltarları isə yarısını bura, yarısını isə dəhlizə. Keçən vlogda mən bu tezat orqanayzerləri bir-bir sizə göstərmişdim. Amma vlog hələ də çıxmayıb. Ona görə siz görməmisiniz o videonu. İyunun ortalarıdır. Amma misal üçün burada hələ də uzun qol pijamalar var. Bunları əlimin altında neyinirəm? Bunları hamısını yığacağım. Elə paltarlar var ki, yayda da üstündən atmaq olar. Misal üçün buru başqanı uzun qol olmağına baxmayaraq saxlayacağım buradan. Yalnız burada cinslər üçün biraz tərəddüd edirdim. Çünki yayda demək olar ki, cins şalvar geymirəm. Amma eyni zamanda düşündüm ki, yağışlı havada ola bilər. Ümumiyyətlə bu il yay çox soyuq gəlib. Ona görə düşünürdüm qalsın və yaxud qalmasın. Axırda bir ikisini çıxma şərti ilə demək olar ki, cinsləri hamısını saxladım. Bəzi paltarlar yaxşı vəziyyətindədir, amma mən dərk eləyirəm ki, illərdə asılıb və geymirəm. Yaxşı vəziyyətdə olanları yığdım, rayona aparacağım, qalanları isə pis gündə olanları hamısını tulladım. Növbəti videoda sizin sualınızı cavablandırmağı istəyirsinizsə, mütləq məni Instagramda takib edin. Biz isə gəlin başlayaq suallara. 1000 izləyici olan insan YouTube'dan nə qədər pul qazanır? Əslində burada izləyici fərqi yoxdur. Əsas odur ki, ay ərzində kanalınızda neçə video çıxıb və nə qədər baxış sayı yığıb. 1000 izləyicidən az izləyici olan insan ümumiyyətlə pul qazana bilmir, çünki monetizasiya funksiyası onun üçün açıq deyil. Tam səmimi sizə deyə bilərəm ki, əgər baxışlarınız uzun videolarda, bunu vurğulayım ki, əsas uzun videolarda yüksəkdirsə və toplam bir aya tutaq ki, 10 milyon baxışınız varsa, siz $10.000 pul qazana bilərsiniz. Əgər videolarınız kanalda çoxdursa, əslində 10 milyon baxış o qədər böyük rəqəmdə deyil. Amma asan da deyil. Əgər bu işini bacarırsınızsa, buna nail olmaq olar. Bu arada qızlar, bu orqanayzerlər o qədər xoşuma gəldi. Gözəl, səliqəli. İçində çox şey yerləşir. Amma mən tam kip doldurmadım, çünki o qədər də qalın materialdan istehsal olunmayıb cırıla bilər. Amma yaxşı ki, bunları sifariş elədim. Həqiqətən işimi asanlaşdırdı. Bir sual gördüm, sonra onu təkrar tapa bilmədim. Çünki suallar çoxdur. Ona görə screenshot yoxdur. Bir izləyici məndən soruşdu ki, siz mama ilə tez-tez dalaşırsınızmı? Ümumiyyətlə səbəbi nə ola bilər sizin davanızın? Bilmirəm inanacaqsınız ya yox, amma mamiçka ilə demək olar ki, dalaşmırıq. Amma qızlar, bu yaxınlarda dalaşmışıq və sizə danışacağam niyə görə. Mənim mamiçkam minimalistdir və məni başa düşmür. 2 nəfər yaşayırıq 3 otaqlı mənzildə və yerimiz əslində kifayət qədərdir. Videolarımdan məlum məsələ, mən həddindən artıq onlayn sifarişlər eləməyə xoşlayıram. Bəzi paltarları heç geymirəm, düzün deyim. Amma bu alış-verişlər məni dəhşət xoşbəxt eləyir. Mamanın isə bu lazımsız əşyalar çox əsəbinə toxunur.
Deyir ki 50 dənə paltar almaqdan isə birini al, gey, köhnə olanda təzəsini alarsan. O qədər çox xərcləmək istəyirsənsə bahalı bir paltar al, amma bu qədəri niyə edirsən? Kosmetikada da eyni məsələ. Deyir ki sən vizajist deyirsən, sən neyvə lazımdır bu qədər tint paletlər. Cəmi 2 dənə gözüm var və psixoloqlar mənə deyə bilər ki bu psixoloji nəsə bir travmadır, problemdir, amma mən uşaqlıqdan belə olmuşam. Məktəbdə oxuyarkən rəfiqəmlə beauty blogerlərə baxanda xəyal edirdim ki, mənim 50 dənə pomadam olacaq nə vaxtsa. Mama isə deyir ki, bu lazımsız əşyalar, xırda əşyalar, dağınıq bir görüntü əldə olunur evdə, ümumiyyətlə səliqəsizlik, nə bilim, musırqa olur, ev və s. Ondan isə get səyahət elə və s. Deməli, indi mən öz pozisiyamı sizə danışım. İlk öncə onu vurğulayım ki, mən özüm qazandığı pulla bunu alıram. Mama işləmir və bizim rasxodlar hamısı mənim üzərimdədir. Və hər dəfə bağlama açarkən elə gözəl pozitiv enerji alıram. Bir əşyadan çox tez bezirəm və fərqi yoxdur neçə almışam onu. 1-2 dəfə geyinəndən sonra paltar mənim gözümdən düşür. Mən illərlə eyni paltarı geyinə bilmərəm. Bəzi paltarları mən sırf tullayacağam, çünki vəziyyəti çox pisdir. Bəzilər hansı ki XS razmerə gedir, Fatimə üçün aparacağam. Misal üçün New Yorkerdən aldığım bu body XS razmerindədir, balacadır, ona olacaq və bu ətək. İsrafçılığa gəlsə isə geymədiyi paltarları mütləq kiməsə verirəm. Amma eyni zamanda əgər paltar köhnədirsə, kiməsə verməyə onu utanıram və tullamaq məcburiyyətində qalıram. Amma bir şey də var da, əgər paltar köhnəlibsə, deməli mən bunu geyinmişəm. Yer eləyəndən sonra mən ümumiyyətlə diqqət verdim ki, mənim o qədər də paltarım yoxdur. Yadıma gəlir ki, mən uşaq olan vaxtlarda mamanın bir kosmetiçkası var idi. Balaca bir kosmetika ilə dolu. Orada yalnız 2 dənə pomada var idi. Bir tonalni, bir qara qələm və salam. Mən də həmişə mamaya sual verirdim ki, nəyəcə bu qədər az. Mama da deyirdi ki, bunları güclə istifadə edirəm, neyimə lazım. Amma bu kosmetikanın içində olan kosmetik vasitələr hamısı lüks markalara aid idi. Birdən sizə sıxıcı olar deyə tam prosesini göstərmirəm, amma yavaş-yavaş yığıram. Qış paltarlarım ümumiyyətlə çoxdur. Bəzi paltarlar isə heç qış söhbəti deyil, prosta geyinmirəm deyə bura qoyuram. Yığıram hamısını bir-bir. Kimə desəm inanmayacaq, amma yay paltarlarım həqiqətən çox azdır və yaxın bir zamanda özüm üçün təzə paltarlar sifariş edəcəm mütləq, çünki heç geyinləsi bir şey yoxdur. Bir də ki, Instagramda verilən sualların arasında ən çox mənim birinci mənzilini soruşurlar. Nəcə bu vaxta qədər bu kanalda göstərməmişəm və səbəbi nədir? Qızlar, bu vaxta qədər deyəndə mən bu kanalı cəmi 1 il 4 aydır ki işlədirəm. İzləyicilərim çox tez yığıldı və sadəcə o ərəfələrdə o tema ilə bağlı heç bir iş görmürdüm deyə deməmişəm. Yəni ki, sırf sizdən gizlətmək məqsədim yox idi. Çox maraqlıdırsa sizə, o biri kanalda həmin mənzilin videoları var. Hal-hazırda isə o evi kiraya vermişəm və orada kirayəkeşlər yaşayırlar. Belə olduğu halda da mənim ixtiyarım yoxdur, gedim kamera ilə başlayım onların evini çəkməyə. Çünki hal-hazırda ödəniş elədiyi zamanda mənim ixtiyarım yoxdur və məncə də biraz qeyri-etik olar. Amma həqiqətən sizə çox maraqlıdırsa və gedib rus dilində axtarmağı axot yoxdursa ya da ki rus dilini bilmirsinizsə, mütləq rey bölməsində yazın, növbəti dəfə o kirayəkeşlər çıxanda mən sizin üçün bir qəşəng video çəkərəm. Belə bir sual da var idi, nəcəb öz mənzilimdə gedib tək yaşamıram. Böyük ailəmlə yaşasaydım mütləq belə eləyəcəydim. Amma mənim qardaşım ayrı yaşayır öz ailəsi ilə. Yalnız mən və mamam və buna görə yəni ki, fərqli mənzillərdə yaşamaq çox da məna görmürəm. 3 otaqlı evdə 2 nəfər ana bala biz çox gözəl yola gedirik. 20 mərtəbəli evin 17-ci mərtəbəsindədir. Həzi Aslanlı metrosuna çox yaxındır. 3 dəqiqəlik məsafədədir. Və qızlar, ən əsas orada yeraltı parkinq var. Ən yaralı yerim və bizdə olmayan yeraltı parkinq orada var. Mama da mənə məsləhət görür ki, maşını orada saxla və evə pişkom gəl. Çox gözəl fikirdir, amma əgər ağır sumkalarına gəlirəmsə, onda bu maşın mən nəyimə lazımdır? Elə getdiyim yerə metro ilə gedərəm də. Əslində qızlar, bu video daha uzun və daha maraqlı olmalı idi, çünki motivasiya dolu idim ki, evlər yığışdırmağa, amma su olmadığına görə hər şeyini çəkə bilmədim. Daha doğrusu işlərimin yarısını görmədim. Yığdığım paltarları belə səliqəli qoyuram bura. Bu arada bunları Temudan 21 manata əldə eləmişəm.
Mən düşündüm ki, 6-sı da yerləşəcək, amma yox, yalnız 4-ünü güclü yerləşdirə bildim. Bu yay paltarlar isə əksəriyyəti balaca razmerdir. Mənə olur əslində və rayona aparacağam. Yığın bir paketə, aşağı düşəndə sразу maşına qoyacağam. Mənim vloqlarda yəqin ki görmüsünüz. Rayona gedərkən hər zaman Sevgirə qonaq gedirik. Onun qızı üçün yığmışam. Bilmirəm indi olacaq onun eyninə yoxsa yox. Çünki uşaqda, amma olmasa da yəqin ki kiməsə verərlər. Mən isə çalışdım mümkün qədər balaca razmerləri yığım, XS razmer və yaxud elə bir modellər hansılar ki boş dursa da yaxşı görsənəcək. 1-2 günə rayona gedəcəm deyə sразу maşının içinə doldururam. Sonra birdən çox paket düşürtməmək üçün hazır olsun maşında. Все, qızlar, tam olaraq bitirdim. Hətta buranı da sildim. Səliqəli yığdım hər şeyi. Baxın nə qədər məndə boş yer qaldı.